Son dövrlərdə vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdən biri də Bakı kart sistemi ilə bağlı anlaşılmaz və şəffaf olmayan pul çıxarılmalarıdır. Xüsusilə Kapital Bank kartlarından istifadə edən şəxslərin hesabından səbəbsiz şəkildə 60 qəpik məbləğində vəsaitin silinməsi suallar doğurur və bu hal artıq sistemli problem təsiri bağışlayır. Məsələnin ən narahat edici tərəfi isə bu çıxarışların istifadəçilərə aydın və əsaslandırılmış şəkildə izah olunmamasıdır. Müştəri öz hesabından pulun hansı xidmətə görə, hansı hüquqi əsasla tutulduğunu bilmirsə, bu artıq maliyyə şəffaflığının pozulması deməkdir. Bank sektoru və nəqliyyat ödəniş sistemləri kimi ictimai əhəmiyyət daşıyan qurumlar üçün bu cür qeyri-müəyyənlik qəbul edilməzdir. Kapital Bank və Bakı kart sistemi bu məsələdə məsuliyyəti bir-birinin üzərinə atmaq əvəzinə ictimaiyyətə açıq və dəqiq açıqlama verməlidir. Əks halda bu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Deyəsən bir neçə qurum birləşib vətəndaşları soymaq qərarına gəliblər. Başqa buna necə ad verəsən? Bəli, gecə saat 04:18-də Bakı metrosu işləyirmi? Məncə yox, işləmir. Özü də uzun illərdir Bakı metrosunda heç vaxt belə bir qrafik olmayıb. Amma gecə saat 04:18-də Bakı metrosuna gediş haqqı telefondan, puldan çıxılır. Bu necə ola bilər? Bu birinci hal deyil. Bu şəxsən mənim başıma gələn haldır. Digər vətəndaşların da başına gələn halların hamısını baxın arxamda olan videoda nümayiş etdirirəm. Vətəndaşlar artıq sosial şəbəkələrdə hamısı paylaşırlar ki, onların telefonlarından, onların mobil tətbiqlərindən Bakı metrosunun gediş haqqından pul çıxılır. Mən şəxsən banka zəng etdim. Bankdan dedilər ki, bu bizlik deyil, Bakı metrosuna zəng edin. Bakı metrosuna zəng etdim və onlar bildirdilər ki, bu bizlik deyil, banka zəng edin. Yəni, vətəndaş qalıb iki qurumun arasında. Bu təhmən deyiləm, bu bir çox vətəndaşın başına gəlib və bir daha deyirəm, onların hamısı bunun haqqında videolar çəkib sosial şəbəkələrdə paylaşırlar. Olan isə vətəndaşa olur. Bir gecənin içində təkcə mənim kartımdan 6 manat pul çıxılıb. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə vətəndaş var. Yəqin ki, onların bir çoxu burada kommentlərdə adlarını yazacaqlar və onların da başına belə bir hadisə gəldiyini qeyd edəcəklər. Bu nə deməkdir? Bu deməkdir ki, böyük pullar, böyük vəsait kimlər tərəfindənsə vətəndaşların bank kartlarından silinir. Bu ciddi problemdir.